Salamlar, hər biriniz xoş gördük əziz və hörmətli izləyicilər. Bu videomuzda söz verdiyimiz kimi 2 mart 11-ci siniflərin 1-ci zon üzrə buraxılış imtahanına düşən riyaziyyat testlərinin sürətli izahlarını verəcəm. Bu videomuzda əlavə məlumatlar olmayacaq. Sadəcə olaraq imtahan düşən testlərin sürətli izahlarını göstərəcəm. Növbəti videomuzda isə 9 mart tarixində düşən imtahan testlərinin sürətli izahlarını verəcəm. Həmin videoda da əlavə məlumatlar olmayacaq. Burada C variantına düşən 61 nömrəli misalımız 5 çıxılsın 6y kubu, 6y kubu topla 5. Bunların hasili soruşur. Bu hissədə A çıx B, bu da A üstəgəl B olduğuna görə kvadratlar fərqinin açılışıdır və 5'in kvadrat çıxılsın 6y kubunun kvadratına. Bu da bərabərdir 25 çıxılsın 36 y üstü 6. Növbəti 62 nömrəli misalımızda mərkəzi O nöqtəsi olan çevrənin AB vətəri AC diametrinin yarısına bərabərdir. Bucaq BAO'nu tapın deyir. Bu misalımızda şəkli hazır formada özü veribdir. Belə bir çevrəmiz var. Burada mərkəzi O nöqtəsi, diametr və bu hissədə vətər çəkilibdir. Nöqtələr A, B, O və C. Bizə deyir ki, bu vətərin uzunluğu bu diametrin yarısına bərabərdir. Biz bilirik ki, diametrin yarısı ilə radiusa bərabərdir. Burada verilən AB vətəri əgər radiusa bərabərdirsə, biz O və B nöqtələrini birləşdirsək, elə bu hissənin də radius olduğunu bilirik. Çevrənin bütün radiusları bir-birinə bərabərdir, bütün diametrlər bir-birinə bərabərdir. Bunu artıq bilirik. Burada əldə edirik bərabər tərəfli 3 bucaq. Və bərabər tərəfli 3 bucağın bütün daxili bucaqları 60 dərəcəyə bərabərdir. Burada bizdən bucaq BAO'nu soruşurdu. BAO bucağı da 60 dərəcəyə bərabər olacaq. Növbəti 63 nömrəli misalımız belə bir maraqlı bərabərsizliyə aiddir. Biz bunu həll etmək üçün hər tərəfi 10'a vururuq. 10'a vuranda məxrəclər itir. 2x kvadrat üstəgəl x vur 10 bölünsün 2 böyükdür. 3x böl 5 vur 10 üstəgəl 10'da 9 vurulsun 10. 10 ilə 2'ni ixtisar eləsək 5 qalır. 5 ilə 10'u ixtisar eləsək burada 2. 10 ilə 10'u ixtisar eləsək 1 qalır. Burada 5 vurulsun 2x kvadratı elədir 10x kvadratı. Üstəgəl 5 vur x 5x böyükdür. 2 vurulsun 3 6x üstəgəl 9. Biz burada olan dəyişənləri və ədədləri sol tərəfə keçirdik. Alındı 10x kvadrat üstəgəl 5x çıxılsın 6x çıx 9 böyükdür 0. Və bu hissədə mənfi 6x'dən 5x çıxırıq. Alındı 10x kvadratı çıxılsın x çıx 9 böyükdür 0. İndi burada alınan kvadrat tənliyi həll etmək üçün diskriminanta getməliyik. D bərabərdir B kvadrat minus 4AC. Burada 10A'dır. Burada mənfi 1B'dir. C'də mənfi 9'dur. Və alınır ki bərabərdir B kvadrat mənfi 1'in kvadratı çıxılsın 4 vurulsun 10 vurulsun mənfi 9. Bu da bərabərdir. 1 mənfili mənfi oranı müsbət olur. 4 vur 9. 36 vur 10 360. Bu da bərabərdir 361. Siz burada 361 ədədini aldıqda bilməlisiniz ki kök 361'dən neçə çıxır və x1 bərabərdir mənfi B üstəgəl kök D böl 2A mənfi B çıx kök D böl 2A. x1 x2'ni belə tapa bilərik. Onda x1'imiz bərabər olur. Mənfi B dedik ki mənfi 1 o da elədir 1 çıxılsın. Kök 361'dən 19 çıxır. Böl 2 vurulsun A. A'mız da 10'a bərabərdir. 2 vurulsun 10. Bu da bərabər oldu. Mənfi 19'dan 1 çıxırıq. Elədir. Mənfi 18 bölünsün 20. İxtisar eləsək mənfi 9 böl 10 o da bərabər mənfi 0,9 qeyd edə bilərik. Bu x1'imizdir. x2 nəyə bərabərdir? 1 üstəgəl kök 361'dən 19 çıxdı. Bölünsün 2 vur 10. O da bərabərdir 20 bölünsün 20 və bərabərdir 1'ə. İndi biz bunları ədəd oxunda qeyd edirik. Sol tərəfdə mənfi 0,9 və bundan böyük 1 ədədi. Bu hissədə bizdən böyükdür bərabərdir. Yəni müsbət aralıq soruşur. Müsbət, mənfi, müsbət olaraq qeyd eləsək cavabımız mənfi sonsuzluq 0,9 birləşir. 1 müsbət sonsuzluq cavabını əldə edirik. Növbəti misalımız trigonometrik tənliklərə aiddir. Bunun bir neçə həlli var. Misal üçün sinus x bərabər t əvəzləməsi aparsaq da hesablaya bilərik. 4t kvadratı çıxılsın 4t üstəgəl 1 və yaxud da t yox a yaza bilərik. Fərq eləməz. Başqa bir asan həll üsulu belədir. 2 sinus x çıxılsın 1'in kvadratının açılışı elə buna bərabər 0. Onda biz hər tərəfdən kök alsaq 2 sinus x
Çıx 1 bərabər 0 tənliyini əldə edirik. 2 sinus x də bərabərdir 1'ə. Sağ tərəf keçirdik 1'i. Buradan da sinus x'i biz 2'də 1 alırıq. İndi biz fikirləşməliyik 2'də 1'i hansı dərəcədə götürür? 0, 30 dərəcə. Sinus bu tərəf gedir. 30 dərəcədə 2'də 1 qiymətini alırıq. Və hazır şablon qaydamız necə idi? X bərabərdir. -1 üstü k bölünsün pi bölü 6. 30 dərəcəmiz elə pi bölü 6'ya bərabərdir. Üstəgəl pi k. Yəni biz trigonometrik tənliklərdə hazır belə bir şablon qaydalar var. Onları öyrənməliyik və qiyməti hansı dərəcədə götürür onu bilməliyik. Misal üçün burada başqa 43 bölü 2, 42 bölü 2 olsaydı dərəcəyə görə dəyişəsiydi. Amma şablon qaydamız eyni qalmaqdadır. Bu da trigonometrik tənliklərə aid olan bir misal nümunəsidir. Növbəti 66 nömrəli misalımız kök altı 19,4 kvadrat köklərə aiddir. Hansı ki ardıcıl tam ədəd arasında yerləşir. Biz bunun həllində indi baxmalıyıq ki kök 19,4 təqribən kök 19 hansı ki ədədin kvadratına yaxındır? 16, 16'dan da kök 4 çıxır və kök altda 25, 25'dən də kök 5 çıxır. 4 və 5 arasında yerləşir. Bu testin və bundan əvvəl izah elədiklərimin hamısını geniş formada izahlarını vermişəm. Onlara oxşar misallar da qeyd eləmişəm. İstəsəniz o videolarda izləyə bilərsiniz. Linkləri aşağıda qeyd edəcəm. Növbəti 67 nömrəli misalımız fəzada düz xəttlər və müstəvilərə aid bir misal nümunəsidir. Geniş bir məsələ veribdir. Mən hazır şəkildə onu qeyd edəcəm. Belə bir müstəvimiz var. Bir nöqtədən bu müstəviyə perpendikulyarlar və 2 mail çəkilibdir. Bu hissədə mail və müstəvi və yaxud da proyeksiya arasında bucağı 30 dərəcə veribdir. Təbii ki, bura perpendikulyardır. Mailin uzunluğunu 6, burada qalan hissəni isə 2 veribdir. Bizdən burada növbəti maili, yəni hipotenuzu soruşur. Biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Əgər bu hipotenuz 6 cm-dirsə, 30 dərəcə qarşısında olan katet 6'nın yarısı, yəni 3'ə bərabərdir. Burada da 30 dərəcə qarşısında katet 3'ə bərabərdir. Bu isə yenə 90 dərəcə perpendikulyar çıxacaqdır. Biz burada Pifagor teoremi vasitəsilə 2 və 3 olduğundan hipotenuzu tapmaq üçün 2'nin kvadratı üstəgəl 3'ün kvadratı bərabər x kvadratı yaza bilərik. Yəni katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. 4 üstəgəl 9 bərabər x kvadratına, x kvadrat bərabər olur 13, x bərabər olur kök altında 13'ə. Biz burada x'i, yəni maili, hipotenuzu kök 13 əldə elədik. Davam edirik. Növbəti 68 nömrəli misalımız 2 ədədin cəmi 137, fərqi 19 olarsa bu ədədlərin böyüyünü tapın. Biz bunu a üstəgəl b bərabərdir 137, a çıx b bərabərdir 19 yazıb həll edə bilərik. Cavablardan da gedə bilərik. Bu ədədlərdən böyüyünü soruşur. Alt toplama varsa b'lər getdi. 2a bərabər olur. 7 topla 9, 6. 3 topla 1, 4, 1 yadda 5, bu da 1. 156, a'mız da bərabər olur. 156'ın 2'ye böləndə 15 bölü 2, 7 dəfə, 16'da da 8 dəfə. A 78'e bərabərdir. Növbətə də tapmaq üçün 137'dən elə çıxa bilərik. 137 çıxılsın 78, 7'dən 8 çıxma olmur. 17'dən 8 çıxanda 9, 12'dən də 7 çıxanda 5'ə bərabərdir. 59, ədədlərdən böyük 78, kiçik də 59'a bərabərdir. Bu misalımız 68 nömrəli misaldır. Növbəti 69 nömrəli misalımız radiusu 3 cm olan kürənin həcmini hesablayın. V bərabərdir 3'də 4 pi r kubu. Bizə burada radiusu veribdir 3 cm və həcmini soruşur. Onda V nəyə bərabər olacaq? 3'də 4 pi olduğu kimi qalır. Pi'nin qiymətini verməyib. Əgər misalın sonunda pi bərabər 3,14 və ya da 3 təqribi olaraq versə, onda yerinə yaza bilərsiniz. Yoxsa ki qalır olduğu kimi. R kubu da 3'ün kubu. Biz burada 3'ün kubu ilə 3'ü ixtisarləsək, burada qalır 3 vur 3, 9. Yəni 3'ün kubu 27'dir. 27 ilə 3'ü ixtisarlədik. Və yaxud da burada 3 dənə 3 var. Birini ixtisarləsək 2 dənə qalır. 3'ün kvadratda 9'a bərabərdir. Və nəticədə V bərabərdir 4 vur 9, 36 pi cavabını əldə edirik. Bu sualımız fırlama cisimlərinə aiddir və kürənin həcmini soruşurdu. V kürəyə bərabər 3'də 4 pi r kubu. Düsturları diqqətli şəkildə nəzərdən keçirin. Ümumiyyətlə fəza fiqurlarına aid olan bütün test tapşırıqlarını düsturların köməyi ilə hesablayırıq. Ona görə də diqqətli şəkildə bütün qaydaları gözdən keçirin. İmtahan qabağı bu formada həcm düsturları, sahə düsturları, S yan, S oturacaq, P oturacaq. Həcm düsturlarını mütləq şəkildə təkrar edin. Biz isə sürətli şəkildə davam edirik. Növbəti 70 nömrəli misalımız tənasübə aiddir. Tənasübdən x-i tapın deyir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Burada 3,1'i biz 10'da 31 olaraq qeyd edə bilərik. Vurulsun x bərabərdir. 9'da 7 vurulsun. Bunu da qeyd edə bilərik. 10'da 93 olaraq.
Biz bu bütün çevirmələri əvvəlki videolarımızda ətraflı şəkildə göstərmişik. Aşağıda linklər qeyd etmişəm, onları izləyə bilərsiniz. Burada heç bir ixtisar aparmıram. X bərabər yazıram. 9'da 7 vurulsun 93. Məxrəcdə 10. Bölünsün 10'da 31. Və burada iki kəsir bir-birinə böləndə birinci kəsir olduğu kimi qalır. İkincisi tərsinə çevrilib vurulur. Yəni 31'də 10'a biz bu ədədi vururuq. Burada onlar ixtisar gedir. 93 ilə 31'i ixtisar eləsək, elə burada 31'i 3'ə vursaq, 3 vur 1 3, 3 vur 3 9'a bərabər. Yəni 93'ü 31'ə böləndə 3'ə bərabər olur. 9 ilə də 3 ixtisar aparsaq, x bərabər olur. Məxrəcdə 3 qalır. 3'də 7. Bunu sizə 7'ni 3'ə bölüb 2 tam 3'də 1 olaraq da qeyd edilə bilər. Amma cavablarda ilə 3'də 7 olaraq qeyd olunubdur. Növbəti misalımız 71 nömrəli. Ümumilikdə ardıcıllıqlar ədədi silsilə, həndəsi silsilə mövzusu ətrafında verilən suallar içərisində daxildir. Bu misalımız ardıcıllıqlara aiddir. Düstur verilibdir. AN bərabərdir 3n çıx 1. Düsturu ilə verilmiş ardıcılığın 5-ci ədədini tapın. Burada sadəcə olaraq n-in yerinə 5 qeyd edirik. 3 vurulsun 5 çıx 1. 3 vur 5 15. 15 çıx 1 də 14'ə bərabərdir. Növbəti misalımız 72 nömrəli vektorlara aiddir. A vektoru 4 - 3 və B vektoru -5 2. Vektorların skaler adsini soruşur. Skaler adsi soruşanda biz A vektoru vurulsun B vektoru qeyd edirik. Və bu hissədə x x'e, y vurulub toplanılır. 4 vurulsun -5. Bilik bu x'dir, bu y'dir. Bu da x1, y1. Əgər üçlü fəza figurları olsa z və z1 olaraq da qeyd edilə bilər. 4 vurulsun -5. Üstəgəl -3 vurulsun 2. Bu da bərabər olur. 4 vur -5 -20. -3 vur 2 -6. Üstəgəl -6. -20 topla -6. Cavab olur -26. Növbəti misalımız 73 nömrəli kompleks ədədlərə aiddir. 4 çıxılsın 2i kompleks ədədinə qoşma olan ədədi tapın. Qoşma olan ədədi necə göstəririk? Əgər bu z bərabər 4 çıx 2 isə z üstü xətt bərabər olur 4 topla 2. Qoşması mənfidirsə müsbət, müsbətdirsə mənfiyə bərabərdir. Növbəti 74 nömrəli misalımız onluq loqaritmə aid bir gözəl bir misaldır. Bunun əlini biz burada verilən kök ifadələri sadələşdirərək göstərə bilərik. Loqaritma biz yazarıq 10 üstü 5'də 2 üstəgəl loqaritma 10 üstü 3'də 2 kökdən çıxarırıq. Üstəgəl loqaritma 10 üstü 5'də 3 və üstəgəl loqaritma 10 üstü 3'də 1. Və bu hissədə biz belə bir qaydaları yadımıza salmalıyıq. Loqaritma A-dan B, burada n, burada m olsa, n qabağa gələ bilər, m də qarşıya gələ bilər. Onda olur n bölünsün m loqaritma A-dan B. Əgər burada m yoxdursa, sadəcə o n gəlir. Yox, əgər n yoxdur, burada m varsa, 1 böl m şəklində göstərilə bilər. İndi onluq loqaritma olanda da eyni qayda, misal üçün onluq loqaritmada indeksində 10 var, o yazılmır. A üstü k olsa, k qabağa gəlir və bərabərdir k LG A olaraq. Və yaxud da 10 üstü olsa, onda k LG 10 olur. Burada LG indeksində 10 var. 10 əsasdan 10 üstü 1 10'a bərabərdir. Və bunun cavabı 1'ə bərabərdir. Cavab olur k. Bu hissədə də 5'də 2 qabağa gəlir. Onda olur 5'də 2 LG 10. Üstəgəl 3'də 2 qabağa gəlir. 3'də 2 LG 10. Üstəgəl 5'də 3 10. Üstəgəl 3'də 1 10. Bunlar hamısı gedir. Hamısı 1'ə bərabərdir. Və burada yekun olaraq qalır 5'də 2 üstəgəl, 3'də 2 üstəgəl, 5'də 3 üstəgəl, 3'də 1. 5'də 2 ilə biz 5'də 3'ü toplasaq eləyir 5'də 5. Üstəgəl 3'də 2 ilə 3'də 1'i toplasaq 3'də 3. 1 böl 1 2'ye bərabərdir. Növbəti misalımız 75 nömrəli. Yan səthin sahəsi 72, hündürlüyü 6 olan düz prizmanın oturacağın perimetrini tapın deyir. Biz burada düsturu bilməliyik. S yan nəyə bərabərdir? P oturacaq vurulsun H. Yan səthin sahəsi verilibdir 72, hündürlüyü verilibdir 6 və P oturacağı soruşur. Sadəcə olaraq P oturacaq bərabərdir. 72 bölünsün 6 yaza bilərik. Və bunun cavabı da P oturacaq bərabər olur. 7 bölü 6 bir dəfə, 12'də də 2. 12.
Elə pi oturacağımız 12'ye beraber. 2 Mart tarixində həm fırlanma cisimlərinə aid, həm də çöküntülərə aid çox sadə misallar verilmişdir. Sadəcə bir düsturda yerinə qoyub hesablaya bilirik. O birisində də V həcmi 3/4 pi kubu idi. Burada da S yan pi oturacaq vur h. Çox sadə. Növbəti misalımız çox ədədlər, müstəvi düsturları, rasional kəsrlərə aid olan bir misal nümunəsidir. Burada 49'un kvadratı + 46'ın kvadratı çıx 26'ın kvadratı çıx 29'un kvadratı bölgüsünün 600 ifadəsinin qiymətini hesablayın deyir. Biz bu hissədə 49 ilə 29'u bir götürsək, 46 ilə 26'ı bir götürsək, alınır ki 49'un kvadratı çıxılsın 29'un kvadratı, üstəgəl 46'ın kvadratı çıx 26'nın kvadratı, məxrəcdə də 600. Bu da bərabərdir. Kvadratlar fərqi köməyi ilə yazsaq, onda yazırıq 49 çıx 29, 49 üstəgəl 29, üstəgəl 46 çıx 26, 46 topla 26, məxrəcdə də 600. Bu da bərabərdir. 49'a 29 çıxanda 20 vur. 9 topu 9 18, 4 topu 2 6, bir də yadda 7 78, üstəgəl 46 çıx 26, 6 çıx 6 0, 4 çıx 2 2 20, 6 topla 6 12, 4 topla 2 6, bir də yadda 7 72. Məxrəcdə də 600 var. Bu da bərabərdir. Orta qrup olaraq 20'lər orta qrup çıxarsaq, içəridə qalır 78, üstəgəl 72. Məxrəcdə də 600. Burada hələkilik heç bir xəsar aparmıram. Olduğu kimi saxlayıram. Alınır 20 vurulsun. 8 topla 2, 10, 7 topla 7, 14, bir də 15. Məxrəcdə də 600. İndi artıq bu sıfırları rahatlıqla silə bilərik, ixtisar edə bilərik. Və 6 ilə 2'ni 2'yə ixtisar aparsam, burada 1 qalır, burada 3 qalır. 15 bölü 3 də 5'ə bərabərdir. Müxtəsər olma düsturun qaydalarını çox gözəl şəkildə təkrar edin. Çünki hər imtahanda bu mövzulardan 2 sual düşür. Diqqətli olun. Davam edirik. Növbəti misalımız 77 nömrəli üslü tənliklərə aiddir. Verilmiş bu tənlikdə 4 üstü x'i hesablayın deyir. Diqqətli olun. Məxrəcdə 6 var və üstü x'lər olduğuna görə hər tərəf biz 6 üstü x'ə vura bilərik. Və bunu açsaq 6 üstü x 1 üstü x olaraq qeyd edirəm. Bərabərdir. Burada da 2 üstü x üstəgəl 1. Məxrəcdə də 3 üstü x topla 1 şəklində göstərə bilərik. Hər birini biz 6 üstü x'ə vursaq, 6 üstü x'ə əgər vursaq, burada vurulsun 6 üstü x. Bu da bərabərdir. İkinci dəfə yazmadım. Bu isə də elə 6 üstü x olaraq qeyd edək. Burada 6 üstü x'lər ixtisar gedir. Qaldı 1. Bərabərdir. Biz 2 üstü x topla 1'i 2 üstü x vurulsun 2 kimi yaza bilərik. Bunun üstünə 1 var və hasil toplamaya keçir. Məxrəcdə həmçinin 3 üstü x vurulsun 3 üstü 1 şəklini göstərə bilərik. Əgər burada çıxma olsaydı bölmək şəklində yazasıydı. 6 üstü x'i də parçalasaq 6'nı biz 2 üstü x vurulsun 3 üstü x şəklində göstərə bilərik. Burada 3 üstü x'lər gedir ixtisar. Qaldı 2 üstü x, 2 üstü x elə 4 üstü x'ə bərabərdir. Və bunu da biz 1 bərabərdir 4 üstü x vurulsun 2. Məxrəcdə də 3 olaraq qeyd edə bilərik. Burada çarpaz vursaq 4 üstü x vur 2 bərabər olur. 3 vur 1, 3. Və 4 üstü x də bərabər olur. 3 bölünsün 2'yə. Bunu bərabərdə 1,5 də yaza bilərik. 2'də 3 və yaxud da 1,5 də qeyd edə bilərik. Açıq sual olduğuna görə elə 1,5 cavabını qeyd edirik. Növbəti misalımız 78 nömrəli trigonometrik funksiyalara aid belə bir misalımız vardır. Hesablayın deyir. Biz burada sinus 30'u hesablamalıyıq. Sinus 30 sol əl qaydası var. 30 burada da 2'də 1'ə bərabərdir. Bu bərabərdir. 10 vurulsun 2'də 1. Sinus 231 ilə kosinus 39 gedir, islah olunur. Çıxılsın tangens 45'ə. Tangens 45, kotangens 45 bir cavabı əldə edirik. Biz 1 bərabərdir. 10 bölü 2 5'ə bərabər 5 çıx 1 də 4 cavabını əldə edirik. Bunun ətraflı izahını mən başqa bir videoda vermişəm. Onun linkini aşağıda yerləşdirəcəm. Siz izlərsiniz. Yəni sinus 231 yaza bilərsiniz. Sinus 270 çıxılsın 39. Çevirmə düsturları vasitəsilə sinus keçir kosinusa. Mənfi qiymətini aldıqdan sonra kosinus 39'a keçir. Elə bu hissədə mənfi kosinus 39'da kosinus müsbət 39 islah olunur və sinus 30'dan tangens 45 qalır. Onları da hesablayırıq. Trigonometriyada mütləq şəkildə əsas trigonometrik yenilikləri, çevirmə düsturlarını və trigonometrik funksiyalı başlanğıcda qiymətləri, kiçik qiymət, böyük qiymət onları mütləq şəkildə nəzərdən keçirilir, imtahanlarda düşür. Hər iki zonaya bu mövzudan imtahanda sual düşmüşdür.